Bəli, Aytən Səfərova dünəndən susan, amma bugün danışmaq istəyən Aytən Səfərova, diqqət. Əslində axşamınız xeyir. Bir daha dünənki hadisələrdən sonra mən əlbəttə ki sustum. Çünki bir daha deyirəm, mənə səs göndərən, mənə inanan və axırda mənim pis vəziyyətdə qoyduğum insanlar, hansıların ki arasında mənim öz qızım da var. Axırıncı belə deyək də düşündü ki, yox, mən də anama səs göndərməliyəm. Mən bunu elədim, məni qınayırlar və indi bugün baxıram ki, mən bugün sakit durmaldım və mən gözlədim ki, mətanət heç olmasa 1-2 gün burada sakit dayansın. Mən belə başa düşdüm ki, məni qınayırsınız, düz eləyirsiniz, qınayırsınız. Çünki mən dünən sizin gözlədiyinizi eləmədim. Amma mən xahiş edirəm, heç bir kəs səhvdən sığortalamayıb. Xahiş edirəm bütün iştirakçılardan, sabah mənim şəklimi burada rəsmən hamıdan xahiş edirəm, atırsınız və mən belə başa düşdüm ki, Mətanət Əliverdiyevanın öhdəsindən bu maşın ətrafında məndən başqa heç kəs gəlməyəcək. Vəssalam.